Yeni yasamalda təcili olaraq 2 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində. Ümumi sahəsi 40 kvadrat olan 2 otağa düzəlmə, tam təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın olmaqla bərabər 211 nömrəli avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və bununla bərabər məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz yarı çəkiş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində. Ümumi sahəsi 40 kvadratdan çox olan bir mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Mənzil bir otaqdan 2 otağa düzəlməsinə baxmayaraq ideal düzəlibdir. Həm mətbəxinə, həm yataq otağına, həm qonaq otağına pəncərəsi düşür. Dəyərli izləyicilər, bu mənzilin sənədi kubzadır, ipotekaya yararlıdır. Qiyməti 120 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.